Ötən gün Abşeron rayonunda Məmmədli Fatmay yolunda qəza baş verib. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, qəzada Chevrolet markalı avtomobilin sürücüsü Elcan Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə faciəyə sürücünün sürət həddini aşması və əks solağa çıxması səbəb olub. Sürücülər, xahiş edirik, sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq deyə məlumatda vurğulanıb. Hüsniyə Salmanova, Bugün TV.